Bəh, 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 bəh. Özüm üçün çəkirəm, ona demək niyə çəksən? Bəh, 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 bəh. Mürsəlli kəndi nə qəşəng, əla, ləzzət eləyir. Bəh, 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 bəh. Mən dünənləri Çürqırağını çəkmişdim, bu günlərdə Poprokov yolunu çəkirəm. Deməli, haradakı sayğac qurulub, orada. Hazırda videoları çəkirəm 2 gündür, 20 oktyabr və 21 oktyabr. Mənə çox sual verirlər ki, işıqlar niyə yanmır və yaxud da niyə yarımçıq yanır. İşıqların bir hissəsi görürsünüz, düzə şəxinin yanı yanmır, yaxınlığı. Çünki burada hələ sayğac işi tamamlanmayıb. Buradan Üzüvayna, Ulacalıya qədər, Ulacaldan da Qaratoğaya qədər sayğac işləri tamamlandığı üçün işıqlar yanar və əziz həmkətçilərim, məni izləyib gözü götürməyənlər, məni izləyib videomu bəyənməyənlər, sizi görüm işıqlı günə çıxasınız. Məni bəyənənlər də, izləyənlər də sizi görüm həmişə işıqlı gündə olasınız. Və budur, şükürlər olsun Allaha ki, Cənab Ali Başkomandanın yürütdüyü daxili və xarici siyasət nəticəsində rayon icra hakimiyyətinin rayonda apardığı abadlıq və quruculuq işi nəticəsində yollarımız işıqlanır və yaxın günlərdə və ilin axırına və gələn ilin 2026-cı ilin hardasa aprel ayına kimi inşallah mən ümidvaram ki, bizim bu Çürqırağı yolunun asfaltlanma işi tamamlanacaq. İzləmədə qalın, sağ olun, var olun. Hal-hazırda bağışıqlar gəldi, Baba Sami qəbristanlığı belə. İnşallah qabağından da kəndimizin girəcəyindən də video çəkəcəm Allah'ın izniyle. Da maşallah, maşallah Mürsəlli kəndinin girəcəyi. Bu işdə əməyi zəhməti olan hər bir şəxsə təşəkkür və minnətdarım. Doğma kəndimiz, elimiz, obamız.